Soyuq və yağışlı keçən iyundan hər kəsə bolluca salamlar. Bu gün son baş verən bəzi olaylarla bağlı danışacağam. Hansı ki, bu olaylar zənciri titrədib Sibiri, İrkutsku, hətta Vladivostoka qədər. Öncə bir məsələni vurğulayım. Bəzi videolar şikayət səbəbilə silindi. Dostlar, videomu maksimum bəyənib paylaşsanız, həm auditoriyamızın genişlənməyinə səbəb olacaq, həm də bu kimi problemlərə qarşı bir immunitet yaradacaq. Öncədən hamınıza minnətdaram. Son günlərdə yenə Ukrayna elə bir həmlə etdi ki, dünyanın ağzı açıq qaldı. Hətta bu həmlə Rusiyanın Ukrayna ilə yaxınlığındakı şəhərlərə deyil, yəni Avropa qitəsi deyil, eləcə də Asiya tərəfdə hiss edilib. Biz bunu həm dronların, həm də insanların çəkdiyi videolardan görürük. Qlobalda da çox danışılır bu məsələ. Artıq 3 ilə yaxın olacaq ki, Rusiya-Ukrayna savaşı davam edir. Hələ ondan öncəki baş verən Krım ilhaqını çıxsaq, müharibənin fonunda Ukrayna dron sənayesini çox inkişaf etdirir və ilk növbədə 2-ci Qarabağ savaşından etibarən bu sübut olundu ki, müasir zamanda kiçik texnikalar böyük tanklara, artilleriyalara say nisbətinə üstünlük təşkil edir. Belə bir hal Rusiyanın Murmansk, Ivanovo, Ural, Sibirsk və başqa yerlərindəki gizli hərbi hava obyektlərində baş verdi. Bu strateji həmlə Ukraynaya üstünlük gətirdi və ən maraqlısı heç bir kəşfiyyatın bundan xəbərdar olmaması idi. Hətta bu hadisədən sonra Rusiya kəşfiyyatında bir general eyvandan düşərək həyatını itirib, indi nə dərəcədə inanmaq olarsa, qarşıdan gələn müharibəni dayandırma razılaşması baş verərsə, hər iki tərəf əlində daha çox kozırla masada əyləşməyə çalışacaq, hər iki tərəf daha çox qazanmağa çalışır. Ukraynanın Web adını verdiyi əməliyyatda sadəcə 150 PFV dron iştirak etdi. Rusiya kəşfiyyatının əlinə keçmədən çox asanlıqla hərbi bazalara girə bildilər. Rəsmi olmasa da deyilənlərə görə 2 il öncədən Ukrayna agentləri, ki onlar görünüşcə ruslardan seçilmir, keçiblər Rusiyaya. Qazaxıstan sərhəddindəki Çelyabinskdə bir depo kiraya götürüblər. Hər drona partladıcı yerləşdirilib. Ardınca bu daha çox Troya atına bənzəyir. Bir tırda gizlədilən dronlar Rusiyaya keçib, yolun sağında dayanıb və daha sonra oradan dronlar qalxıb. Tırlardakı yandırıcı maddələr də bombalanıb ki, geriyə iz qalmasın. Hətta tırları sürən rus şoferlərə içində nə olduğu deyilməmişdi. Qəribədir ki, onlardan biri boğularaq qətlə yetirilib. Eləcə də tarixdə ilk dəfə olaraq bu dronlar insan yönləndirilmədən hədəfə çatdı, yəni öz başına. Həmən 2 il ərzində süni intellektlə dronlar inkişaf etdirilmişdi. Tu-95, Tu-22M3 və A-50 hərbi təyyarələr məhv edildi, maddi zərərlər milyardları aşdı. Rusiya öz Pearl Harbor'unu yaşadı. Zelenski isə açıqlamasında Rusiya hərbi hava qüvvələrinin 34%-nin məhv edildiyini iddia etdi. İkinci bir məsələ bu ölkəmizə aiddir. Mobil operatorların qiymətləri qaldırması. Üzümü tuturam həmin operatorlara. Əgər sizə insanlar inanaraq o gözəl tariflərinizdən istifadə edirsə, siz yerdə qalan, yəni istifadəçisi olmayanları da özünüzə cəlb eləmək üçün daha da sadələşdirilmiş, maraqlı yeniliklər etmək yerinə mənasız qərarlar verib qiymətləri qaldırırsınız və bir ayı 28 gündən ölçürsünüzsə, bu çox ayıbdır və sevindirici haldır ki, insanların reaksiyası çox tez gəldi. Ümid edirəm yaxın vaxtlarda məsələyə müdaxilə olunacaq. Mənim sizə çatdırmaq istədiklərim bu qədər idi. Özünüzə yaxşı baxın. Hələlik.